Salam, hər vaxtınız xeyirli olsun. Mən buradan o arvadı qəhbə anasından belə büc doğan oğraş peysər yığını var, polislər, DTX-lar. Mən buradan sizə səslənəm. Mən gəlib başqa nömrələrlə zəng edirsiniz, başqa ölkələrin nömrəsi ilə, polis müdafiə edirsiniz falan. Mənə hədə dillə danışmaq, mən keçməz elə şeylər. Başa düşdünüz, keçməz. Nə qədər ki, bu Əliyev rejiminə, nə qədər ki, bu korrupsioner, pozğun, xain, alçaq, qan pulu, süt pulu, oğru yiyən, oğraş Əliyevlərə, bu rejimə, bu ailəyə xidmət edəsiniz, qoru və yaxda saxlayasınız. Siz polisləri, yıpıqı, mıpıqı, çıpıqı, nə bilim, dıtıqı, mıtıqı, hamınızın ananızın ağzına verəcəm. Sizin götünüzə pas soxacam. Hər yayımımda, hər verilişimdə, bir dəqiqə yağış yağır, hər verilişimdə sizin ananızın ağzına qutaracam. Arvadınızın südünə qutaracam, uşağınızın ağzına qutaracam, götümüzə pas soxacam. Nə qədər bu rejimə xidmət eləyəsiniz, o qədər də götümüzə pas soxulacaq. Qutardı getdi, məsələ bu qədər bəsit və aydındır. İlham Əliyev çıxdı, dedi ki, heç bir polis cəzalanmayacaq, problem deyil. İlham Əliyev sizi cəzalandırmır, biz də sizin arvadınızı sikəcəyik, qızınızı sikəcəyik, bacınızı sikəcəyik, anavızı sikəcəyik sizin. Bəli, buna siz şərait yaratmışsınız, siz istəmişsiniz bunu. Sizin kimi polisin anasının ağzına soxum mən. Sizin südünüzün içinə qutarım mən. Qəhbə köpək uşaq qəhbə. Soxun papağınıza sizin. Soxun bilət o kişinin arvadına, qızına, ana bağışına ki, get pagon taxıb o DTX-da polisdə işləyib bu rejimə xidmət edirlər. Qəhbənin doğduğu oğraşlar. Gedin atın peysərə, petka gədələr.